İkincisi budur ki, bizim Peygamberimiz xanavade vahid-i cihanı təşkil verib. Yahudini də qardaş deyib, Məsihiyyə də qardaş deyib, ya əxatanuq deyib. Bunları müfəssəl bizə aşmışıq. Allah-u Müteal özü imzalayıb xanavade vahid-i cihanı olmaqla. Hamı insanlar, bir ailədilər, böyücü də Allahdır bu ailədir. Əl-xalqu kulluhu iyalu. Xalq həmi nunəhal bağ xudaya. Amma Vahabi deyir, olmadı. Üçüncüsü budur ki, Peyğəmbər Allahın dininə heç kəs icbar eləməzdi. Buyurardı ki, deysəm, Nəcrana həqqin yoxdur, bir dənə oskofa deyəsən, dön müsəlman ol. Bir dənə cüyütə deyəsən, dön müsəlman ol. İcbar. Allah Quranda belə icbar olsaydı, sənə niyə deydim icbar elə? Özüm icbar elərdim də. Allah Peyğəmbərə buraya innəma əntə müzəkkir. Sən müzəkkirsən, yada salacaqsan. De fəqət. Deməkdən sonra sənin bir şey yoxdur. Ləstə əleyhim bir müsəytir. Səni yollamamışam, müsəytir olasan, qılıncı tutasan cəmatın başına. Ondan deyəsən, yallah, şəhadətini de və elə öldürüyor. Gör, nə qədər keşvər İslamıda şiəni təhdid eləyirlər ölümə, dönməsəz hamızı öldürəcəyik. 40 gün qiyamət deyərək də öldürək, deyə istəyən bəli. Nə işlər görəm cəmaətinə. Allaha pana aparıyor. İnnəmə əntə müzəkkir, ləstə əleyhim bir müsəytir. Vahabi dedi, mənə onun dalını oxuyun. Dedim, dalını oxuyam. İlla mən təvəlla və kəfər. Məgər biri təvəllə ilə dal söylə Peyğəmbərə kafir ola. Yəni, bunu müsəytir oğullu. Dedim, sən də bunu dalını oxuyun. Allah Quranda dalısında buraya fəyyuəzzibuhullahul əzavəl əkbər. Allah buraya buna qiyamətdə özüm yetişəcəyəm. Sənə nə rəfti vardı? Durasan cəmaati, dara asasan, başın vurasan, müslə eləyəsən. Təzəlikdə biri deyib, bu Hizbullahdan neçəsini tutun verin mənə, istəyəm bunları nəhr eləyəm. Nəhr, İmam Hüseyni nəhr eləyirlər o, Kərbəlarda. Verin istəyəm nəhr eləyəm. Bunları xilaf şərlərin, bunların yığasan, görəsən nə qədər olur. Dedim, bax, bu da bunun qalı. Pəs bu da oldu biri, nə bətər bəhsidir bunlarda, gedəsən, nə şirin, bəli. Dördüncüsü budur ki, Peyğəmbərimiz gəlib insanları cəhənnəmdən qutara. Sən gəlibsən dairə ilə şirki, küfrü büzür götürübsən, day biri qalmadı ki özündən sonra, hamını soxdun cəhənnəmə. Peyğəmbərimiz gəlib cəhənnəmə apara cəmaati, ya cəhənnəmdən qutara. Bir din içi sel kimi cəmaati mindirə qətara hamısını yollayar cəhənnəmə. Bu belə hamısı bizim dinimiz yoxdur. Bunu da müfəssəl nə qədər söz var içində? Allahın ayələri ilə bəhs eləmişik. Allahın ayəsi ilə bəhs eləmişik. Beşincisi, Peyğəmbərimiz qail idi. Əhl-i kitabla müsalimətamiz zindəci eləyək. Bundan nə çıxardıysan? Nə qədər söz var idi burada dedik. İndi bu günləri altıncısın bu mübarək məntəqədə və əziz əhali niyarın məhzərində altıncısından başlayıq. Tacirə harada dayanaq. Altıncı Peyğəmbərin sirəsi, Peyğəmbərimizin baxışlığında qan bətər qiyməti var. Bətər qiyməti var. Bətər qiyməti var. Ağa Rəsulullah qana o qədər həssasdır ki, bir dənə qan bicabi cəhət tökülə. Hərzət bir dənə günahsız adamın qanı ölə. Göv əhli, yer əhli hamısı iştirak ediyor onun qanının töhmərində. Allah o bir nəfərə görə küllü göv əhlin, küllü yer əhlin əzab edər. Bundan böyle bir şey olar. Ağa Resulullah təbərri eləyibdi o səhabədəni ki, bicabi cəhətinin qanın tökər. Hədisini oxudum o keçmiş sələsədə, Peyğəmbərimiz yolladı bir qəbilənin cənginə. Əshabın onlar gördülər ki, əshab gəlirlər, düşdülər səcdiyə. Düşdü səcdiyə, yəni təslim da. Bunlar baxmadılar, öldürdülər. Həzrət ödü deyəsin, verəcəksin. Xalid ibn Vəlidi yolladı. Xalid ibn Vəlid getdi öz başına, günahsız adamı öldürdü. Həzrət ödü inni bəriun mimma fəaləhu Xalid. Mən bizaram. Xalidin gördüyü işdən.
Nə qədər adam ölüb hamısını deyəsin verəcəksiniz. Peyğəmbər vurdu bir dənə kasa varmış. O kasada itə süt tökəymiş o qəbilə. O kasanın da pulunu verəcəksiniz o kasasında. Xalqın qanı niyə tökəyirsən? Dünya ilə danışanda bu ədəbiyyatla danışmaq olar. Nəinki kimin qan, sel kimi qan tökəsən, ondan sonra dinin adı ilə da Avropa nə istəyir, Amerika nə istəyir, istişvari cani nə istəyir, bunu istəyir da. Əsən dinin zaiqə küllüsü bu deyir insanların qanı tökülər. Əmir Əleyhisselam zənci başlayanda saxlaydı, naharda azandan sonra başlaydı. Deyirlər, ya Əmir əl-Müminin, axı bu vaxt zənc olar, axı sən nə cür fərman deyirsən? Zənci başlarlar, süb ala, torya, gecə, şəbqün vurarlar birdən xəfdən. Axı gün başımızın üstə sən zənci başlayırsan. Həzrət Reydi 2 kişiyə görə mən gün orta başlayam zənci. Biri budur ki, nahar vaxtı, zaval vaxtı rəhmət nazil olar. Biri də budur ki, istəyəm üzü gedə qəranlığa, bunlar qaça. İstəməyən bunları mən öldürəm. Buna deyərlər din, buna deyərlər rəhmət. İstəməyən öldürəm mən. Vaxtı Həzrətin, bəli, sarbazı durdu Maviyəni leşkərinin qabağında onlara pis sözlər dedi. Həzrət dedi, bu saxla. İnni əkrahu ən təkunu səbbabin. Mən istəməyəm mənim leşkərimdə olanın ağzı söyüş deyə. Və nə deyil? Həzrət onların xətaların, iştibahların deyil. Axırda da əlu qalxız güər. Denən Allahın məhkin dima'ana və dima'ahum. Allah bizim də qanımızı hifz elə, onların da qanını hifz elə. Tənha fərman deyil ki, dünyada öz düşməninin qanının hifzinə dua eləyib Əmir Əleyhisselam. Hətta din buna deyərlər da. Siz yad verəm Allaha, gedin mütaliə eləyin, görün Zənci sifrində Cəməldə nə qədər iltimas eləyib, yalvarıb, çıxan tökülməsin. Vəli elə rahat təkfir eləylər, təkfir eləyəndən sonra irtidadını sadır eləyir. Çox sadə. Özlərindən bir dənə malla durub deyibdi ki, baba biz bu iki tükan bazarı bağlıyıq namaz vaxtı, Peyğəmbər zamanında bu yox idi. Bu bidətdir. Bir dənə böyük mallaları məni Mədinədə deyib. Bizim CD-lərə bax, adı ilə gətirmişəm orada. Deyib ki, baba biz bu ki bağlıyıq, bu cəmaətə deyək ki, namaz vaxtı polisi qoyuq, gərək qapını bağlayasan. Gərəsən namaz, o deyiş, namaza gəlməyib, bəzisi qapını bağlayıb gizləni, mən görmüşəm, gizləni onun dalında. Bir dənə söz deyib, bu bidətdir, yazığın, hökmü küfrün saat təkfir elədilər yazıq, bu boyda mallanı. Təkfir elədilər onu. Bədəv olmadı, sən dəbərənə deysən ki, kafirdir, daccaldır, küşlüdür, küfür. Neçə nə kələmələr var da, haram, küfür, bir də şirk. Neçə kələmədir də bunların sözü. Ondan artıq ədəbiyyatlarda olan bir şey yoxdur. İndicə olan tarixinə bax, gör nə qədər qan töküblər, Kərbəlanı o zamanki təsxir elədilər. 5000 adam öldürdülər Kərbəlada. Şuar verəydilər. Uqtulul kafirin və əzbəhul müşrikin. Allah deyən din budur. Sən əhli şəhadəti öldürdün, sən əhli namazı öldürdün. Peyğəmbər böyle biri namaz qıla, şəhadətini də dilində gətirmək var. O namaz kafir onu öldürmək olmaz. Əlanda Suriyədə şuar verirlər. Əl-Ələvi ilə tabut və duruzi ilə Beyrut. Nə qədər Ələvi var, gəkidə tabut. Tabutdan sonra bir yolu yoxdur. Hey nəcis. Bir dənə buğda əgər toğ gəlsə şiənin həyətində yeysən, nəcis. Mursini gördün ki, İranda nə su içdi, nə çörək yedi. Rafizinin hər nəyi var, nəcisdir. Bu dini ki, bu sadəlikdə hökm eləyir nəcasətə. Axı, Peyğəmbərimiz, cəmaəti, bizim etiqadımız budur, hər kəs dünyaya gəlir. Qaili və təharəti yox, nədir qaili və nəcasəti? Əslən, bunlar nəcasətdə heç Peyğəmbərin balasına da rəhm eləməyiblər. Kərbəlanın adını qoyublar, çox bağışlayır. Kərbəla ül-Münəccəsə. Bədə nə qaldı bu? Vəhhabi nümayəndəsi var, təmsilçisi var, Küveytün gəlib deyib, İranın səfiri elçisi ilə görüşüb, görüşəndən sonra getdim 7 dəfə əlimi suva çəkdim. 7 dəfə, bir dəfə suva çəkib, canına sinməyib, bir də yuyub, canına sinməyib, bir də yuyub, axı çox bağışda, lap ətər nəcasət deyərlər, bol idi, ya denən itinkidir axı. Bir dəfə, 2 dəfə, 3 dəfə da nəzir olar da gör. Məscidül Həramı yuvaya deyniyə buranı yuvaysan,
deyir, Ravafiz gəlir burani nəcis eləyir. Bizim bu məsciddəki ələşibsən, ha sən, məscidimizin adını biləysən nə qoyublar? Məscidimizin adını qoyublar Beytüşşirk. Deyirlər, onlar məscidi nəcisdir. Beytüşşirk. Beytüşşirk. Heç məscidi bizim üzümüzə alsaylar, Türkiyədə gedəysən, seysən gedəysən, orada namaz qılasan, baba, mən şəhadət eynimi deyəm, deyir, məscidi nəcis elərsin. Aşma deyəm, məscidi. Axırda biri qışqırdı o bacadan içəriyə, o mücöyrə. Mücöyrə dedin. Dedi ki, Peyğəmbərimiz deyib, əkrimiz zeyf vələ o kanə kafıra. Baba deyib, qonağı içdən belə kafir də olsa.